Bəziləri saç kəsir, bəziləri isə ona həyat verir. Jale Bayqara sadəcə bir stilist deyil. O sənəti hiss edən, hər toxunuşunda fərq yaradan biridir. Onun üçün saç yalnız görünüş deyil, insanın daxili enerjisinin güzgüsüdür. O müştərini yalnız dinləmir, onu anlayır. Saçın quruluşundan tutmuş, üz cizgilərinə, insanın xarakterindən gündəlik həyat tərzinə qədər hər detalı nəzərə alır. Bu səbəbdəndir ki, onun müştəriləri özünü tapır, özünü yenidən sevir. Sakitliyi ilə güvən verir, peşəkarlığı ilə rahatlıq. O, Bayqara komandasında fərqliliyi ilə seçilir. Həm stilinə, həm yanaşmasına, həm də ruhuna görə. Hər bir saç onun əlində danışmağa başlayır. Hər toxunuş, bir dəyişiklik, hər dəyişiklik, bir hiss. Jale Bayqara sənəti sadəliyə çevirən, zövqü peşəkarlıqla birləşdirən nadir insanlardandır. O işini sadəcə görmür, o hiss edir, yaradır və iz buraxır.